Göyçə mahalının 3000 illik tarixi, xəritələrlə izah. Göyçə gölü Azərbaycanın qədim yaddaşında mavi bir güzgü. Bura sadəcə bir göl deyil, minilliklər boyu Azərbaycan torpağının bir parçası olub. Urartu və Midiya dövrü, eradan əvvəl 9-cu 6-cı əsrlər. Eradan əvvəl 9-cu əsrdə bu torpaqlar Urartu dövlətinin sərhədləri içində idi. Daha sonra Midiya imperiyası dövründə Cənubi Qafqazın qərb bölgəsi kimi tanındı. Atropatena və Alban dövləti dövrü, eradan əvvəl 4-11-ci əsrlər. İskəndər dövründən sonra Göyçə mahalı Atropatena və sonradan Qafqaz Albaniyası dövlətlərinin tərkibinə daxil oldu. Bu torpaqda türk dilli Alban tayfaları yaşayırdı. Ərəb xilafəti və Səlcuq dövrü, 7-12-ci əsrlər. 7-ci əsrdə Ərəb xilafəti dövründə Göyçə bölgəsi İslam dini ilə tanış oldu. 11-ci əsrdə Böyük Səlcuqlar bu əraziləri Azərbaycan torpaqları kimi idarə etdilər. Səfəvilər və Osmanlılar dövrü, 16-18-ci əsrlər. Səfəvilər dövründə Göyçə mahalı İrəvan bəylərbəyliyinə tabe olurdu. Əhali əsasən Azərbaycanlılar idi. Osmanlı yürüşləri zamanı qısa müddət imperiyanın idarəsinə keçsə də, yenidən Səfəvlərə qaytarıldı. İrəvan xanlığı dövrü 1747-1828. 18-ci əsrdə bu torpaq İrəvan xanlığının Göyçə mahalı adlanırdı. Bütün kəndlərdə Azərbaycanlılar yaşayır, torpaq becərilir, məscidlər tikilirdi. Rusiya işğalı və ermənilərin köçürülməsi 1828-1917. 1828-ci ildə Rusiya imperiyası Cənubi Qafqazı işğal etdi. Ardınca İrandan və Osmanlıdan minlərlə erməni bu əraziyə köçürüldü. Beləcə əhalinin tərkibi zorla dəyişdirilməyə başladı. Azərbaycan Xalq Cümhuriyyəti dövrü 1918-1920-ci illər. 1918-1920-ci illərdə Göyçə mahalı Azərbaycan torpağı kimi tanınırdı. Amma bolşevik və erməni dəstələri bölgəni nəzarətdə saxlayırdı. Sovet Ermənistanı və adın dəyişdirilməsi 1920-1991. 1920-ci ildən sonra bölgə Ermənistan SSR-yə birləşdirildi. Gölün adı dəyişdirildi. Göyçə artıq Sevan adlandırıldı. 1948-1953-cü illərdə minlərlə Azərbaycanlı deportasiya edildi. Müstəqil Ermənistan dövrü 1991 indiki zaman. SSR dağıldı, amma Göyçə gölü hələ də yad əllərdədir. Adı dəyişdirilsə də, bu torpaq hələ də Azərbaycan xalqının yaddaşında Göyçə kimi yaşayır. Tarix dəyişə bilər, amma yaddaş dəyişməz. Göyçə gölü Azərbaycan torpağının mali ürəyi, əbədi yaddaş simvoludur. Bəzən bir göl min söz deyir. Göyçə sadəcə su deyil, yaddaşdır. Tariximizi, torpağımızı, adımızı dəyişə bilərlər, amma yaddaşımızı əsla. Göyçə gölü bugün də Azərbaycan ruhunun mavi nəfəsidir. Kanalımıza abunə olun, tariximizi birlikdə yaşadaq.